Bəziləri doğular, yaşayar, gedər. Bəziləri isə doğulduğu gün taleyini vətənə bağlayar. Bu gün Mübariz İbrahimovun doğulduğu gündür. 7 fevral 1988-ci il Biləsuvar torpağında bir uşaq dünyaya gəldi. Heç kim bilmirdi ki, bu uşaq bir gün tək başına bir ordunun qarşısına çıxacaq. Mübariz geri çəkilmədi. Mübariz susmadı. Mübariz qorxmadı. O rahat yaşamağı yox, şərəflə ölməyi seçdi. Bir gecədə tarix yazdı. Bir gecədə düşmənə qorxunun nə olduğunu göstərdi. Mübariz ölmədi. Mübariz ad oldu, rəmz oldu, əbədiləşdi. Ruhun şad olsun qəhrəman. Adın bizə əmanətdir.